Salam uşaqlar, yeni əlavə olunmuşlardan səhifə 24-də 39 sayılı çalışmaya baxırıq. Deməli, məsələni əvvəlcə oxuyanda həmişəki kimi əvvəlcə başdan ayağa oxuyuruq. Məlum olur ki, məhlul məsələsi dediyimiz məsələlərdəndir. Mən sizə elə başladan qeyd elədim. Məhlul ümumiyyətlə nə olan şeydir? Məhlul hər hansı bir maddə ilə duz da ola bilər, yod da ola bilər, spirt də ola bilər, şəkər də ola bilər. Suyun qarışığıdır, yəni cəmidir. Və məhlulun neçə faizli olduğunu, qatılığını tapmaq üçün həmin məhluldakı istifadə olunan maddənin məhlula nisbətini vururuq 100-ə. Yəni faiz nisbətini tapırıq. O da olur həmin məhlulun neçə faizli olduğu. Bütün məsələnin məğzi bunun üstündə. Bax, budur söhbət nədən gedəcəksə buna fikir. Bunun üstündə qurulacaq məsələ. Deməli, əvvəlcə oxuyuruq 2 dənə məhlul var. Birinci məhlul 40 faizlidir. 40 faizli məhlul o deməkdir ki, yəni məhlulun içinin 40 faizi budur. 40 faizli duz məhlulundan bu qədər götürülüb, 60 faizlidənsə bu qədər götürülüb. Onda 40 faizli bu qədər götürülübsə, %40 vurulsun 2m kvadratı çıx 14m üstə gəl 31 və 60 faizlidən də bu qədər götürülübsə, onda %60, bu da ikinci məhluldur. İkincidən də 60 faizlidən də %60 vurulsun, m kvadratı çıxılsın, 3m üstə gəl, 7 qram götürülüb. Deməli, bu birinci məhluldan götürülən duzdur. Bu ikinci məhluldan götürülən duzdur. Yəni, biz bunların cəmini yazacağıq kəsrin, burada bunları göstərməsəm də olar, surətində. Məxrəcində yazacağıq cəmi məhlul nə qədərdir onu. Məhlulumuz nə qədərdir? Bu verilmiş 2m kvadrat çıx 14m 31-dən m kvadratı çıxılsın 3m üstə gəl 7-nin cəmi. Onları da məxrəcdə yazacağıq. 2m kvadratı çıxılsın 14m üstə gəl 31 üstə gəl m kvadratı çıxılsın 3m üstə gəl 7. Və bunu 100-ə vuranda olacaq yeni alınmış məhlul neçə faizli duz məhluludur. Burada da deyir ki, 50%-dən çox olarsa faizi, yəni böyük 50. İndi bizə bu tənliyi həll eləmək düşür. Burada biraz sadələşmə aparaq, çox belə eybəcər görünür. Bu 100-ə vurulanda gəlin 100-ü surətə vuraq, bu 100-lər getsin. Qalacaq burada 40 vurulsun, 2 m kvadratı çıxılsın 14m üstə gəl 31 üstə gəl, bunu da 100-ə vuranda olacaq 60 vurulsun m kvadratı çıxılsın 3m üstə gəl 7. Məxrəci də islah eləyə bilərik. 3m kvadratı mənfi 14 ilə mənfi 3 mənfi 17 kvadrat deyirəm, 14m-dən 3m ikisi də mənfidir. Üstə gəl 31 ilə 7 də 38. Yenə böyükdür 50-dən. Burada sıfırları ataq hamısından və bərabərsizliyimizi həll edək. Bərabərsizliyimizi həll eləmək üçün mötərizəni açmalıyıq. 8m kvadratı çıxılsın 56m üstə gəl 124 üstə gəl 6m kvadratı çıxılsın 18m üstə gəl 42 bölünsün yenə 3m kvadratı çıx 17m üstə gəl 38 böyükdür 5-ə, hər tərəfi 10-a böldük axı biz burada. Ondan sonra yenə surəti də islah eləyək orada. 8m 6m 14m kvadratı çıxılsın mənfi 56 ilə 18 eləyəcək 74m 124 ilə 42 də ikisi də müsbətdir, eləyəcək 166. 3m kvadratı çıx 17m üstə gəl 38. Çıxılsın 5 böyük 0. Hər tərəfi 5-ə vursaq 14. 5-ə yox, ortaq məxrəc eləsək. 5-ə vurmaq deməyək buna, bunu 5-ə vurmuruq. Ortaq məxrəc eləyirik. 166 çıxılsın 15 m kvadratı çıxılsın 85. Bu mənfi bunun üstə gəl edir. Üstə gəl 85 m. Bunu da buna vururuq. 100
90 bu çıxa görə mənfi olacaq. Böyük 0. Əslində normalda biz məxrəci yazıb intervalla eləməliydik, amma burada bu cürdə alınacaq cavabımız. Mənfi m kvadratı islah edirik yenə. Mənfi 74 müsbət 85 üstə gəl. Böyükdən kiçik çıxırıq 11m. 166-dan 190-a çıxırıq. Böyükdən kiçik çıxıb böyük işarəsini yazırıq. Mənfi 24 böyük 0-a. Hər tərəfi mənfiyə vururuq. M kvadratı çıxılsın 11m. Üstə gəl 24 kiçik 0-a. Mənfiyə vuranda işarəni dəyişdik. Viyetə görə kökləri seçə bilərik. 3-dən 8-dir. 3 və 8-dir. İntervalla qıraqlar müsbət, orta, mənfi. Bizə də lazım idi mənfisi. Cavab 3-lə 8-in arası. Bizdən nə soruşurdu? M neçə fərqli qiymət ala bilər? 4 ala bilər, 5 ala bilər, 6 ala bilər, 7 ala bilər. Deməli, 4 fərqli qiymət ala bilər. 4 qiymət ala bilər. Uşaqlar, normalda biz bunu atmamalıyıq da, bilirsiniz, bərabərsizliklərdə. Sadəcə biz bilirik ki, məhluldan gedirik, məxrəc heç vaxt mənfi olmayacaq, ancaq müsbət qiymətləridir. Ona görə bu cür həll eləmək mümkündür.